Ötən il 2 ümumi təhsil müəssisəsində pilot olaraq tətbiq edilən yeni təmayül tədris modeli bu ildən daha geniş əhatə dairəsinə malik olacaq. Yeni tədris ilindən etibarən model Bakıdakı 31 ümumi təhsil müəssisəsinin 10 və 11-ci siniflərində tətbiq ediləcək. Şagird qeydiyyatı prosesi sentyabr ayının 1-nə qədər davam edəcək. Burada şagirdlərin hazırlığı 1-ci, 2-ci, 3-cü və 4-cü ixtisas qrupları üzrə həyata keçirilir. Yeni yaradılmış təmayül tədris modelində dərs deyəcək müəllimlər yüksək pedaqoji təcrübəyə malik olan şəxslərdir. Belə ki, bu müəllimlərə qoyulan tələblər minimum 3 il və daha çox pedaqoji təcrübəyə malik olmalı. Diaqnostik qiymətləndirilməsi, müəllimlərin işə qəbulu və yaxud da sertifikasiya qiymətləndirilməsindən hər hansısa biri 85%-dən yüksək olması nəzərdə tutulur. Müəllim müsahibəsi prosesi hal-hazırda davam edir. Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir. Bəs yeni model repetitorluğa olan tələbatı aradan qaldıra bilərmi? İstənilən halda görüləcək tədbirlər heç bir halda repetitor fəaliyyətinin qarşısını ala bilməyəcək. Təbii ki, bu əhəmiyyətli formada valideynlərin büdcəsinə kömək edə biləcək, ailə vəziyyətinin yaxşı təmin olunmasına kömək edə biləcək addımdır. Kifayət qədər mütərəqqi addım hesab oluna bilər, amma biz düşünsək ki, bu ümumi repetitorların fəaliyyətini məhdudlaşdıracaq və repetitorların ümumi fəaliyyətində şagirdlərin kütləvi iştirakını azaldacaq, mən buna qəti inanmıram. Qeyd edək ki, hazırda yeni təmayül tədris modeli üzrə 8 mindən çox şagird və 5 mindən çox müəllim qeydiyyatdan keçib. Elmira Seyfəddin qızı, Zamin Novruzov, İTV Xəbər.